Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed ve accil faracahum. Salamlayırıq əziz, dəyərli izləyiciləri, müminələri. Bugünkü dərsdə inşallah təharət, yəni suların hökmlərindən danışacağıq. Bu hissəyə keçməmişdən əvvəl qeyd eləyək ki, bugün imamətin 8-ci günəşi Əli ibn Musa Rıza, yəni İmam Rıza əleyhissalamın mövlud günüdür. İmam Musa Kazımın övladı İmam Rıza əleyhissalamın bu mövlud münasibəti ilə hər birinizi təbrik edirik. İstəyirik imamın həyatında, tarixdə baş verən bir hissəni diqqətinizə çatdıraq. Belə ki, bilirsiniz ki, İmam Harun əl-Rəşid və onun övladı Əmin və Məmunun hakimiyyəti dövrlərində yaşayıb və bilirsiniz ki, bu üç şəxs çox zalım olubdur və bacardıqları qədər Əhl-i Beytə zülmlərindən geri qalmayıblar. Məmunun dövründə bir hadisə baş verir ki, Məmun Mərvə imamı çağırtdırır, lakin İmam Rıza əleyhissalam onun bu dəvətini qəbul eləmir və onunla razılığa gəlmir. Lakin Məmun çoxlu məktublar yazaraq imama təkid eləyir və sonda imam həmin bu məsələni nigarançılıqla olsa da qəbul eləyir və imamın karvanı yola düşür. Məmunun bir vəziri imamın bu karvanına başçılıq eləyirdi və o həmin o karvanı Mərvə tərəf aparırdı. Qeyd eləyək ki, Nişapur ərazisinə çatdığı zaman bilirsiniz ki, həmin o hissədə ki, imamın karvanında minlərlə deyilir ki, insan olubdur. Hətta 100 minlərlə insan olduğu deyilir. Nişapur ərazisində imamın dəvəsi dayanır və imam bu kəlməni işlədir ki, hədis-i qudsi var. Allah Teala buyurur ki, Lə iləhə illallah mənim qalamdır. Hər kim bu qalaya daxil olsa, əzabımdan amanda qalar. Yəni, bu tövhidin iqrarı, Lə iləhə illallah demək. İmam bu hədisi insanlara çatdırır. Diqqət edirsiniz, imamın getdiyi yol, bilirsiniz ki, necə yoluydu və imam o yolda siyasi bir məsələni də onlara deyə bilərdi və yaxud namaz, oruc haqqında hədislər deyə bilərdi, lakin onların heç birini söyləmir və sırf bu hədis-i qüdsünü onların nəzərinə çatdırır. Bu hədis-i qüdsüdə Allah Teala buyurur ki, yəni, Lə iləhə illallah iqrar eləmək, yəni kim Lə iləhə illallah desə, mənim qalama daxil olar və mənim qalama daxil olan kəs də əzabımdan amanda qalar. İmamın bu məsələni qeyd eləməyinin ilk səbəbi budur ki, tövhid anlayışı dinin əsasıdır. Yəni, başlıca əsas strukturudur və əgər bir kəsin tövhid anlayışı, tövhid inancı olmasa, onun elədiyi əməllər puça çıxar. İkinci məsələ də budur ki, o dəvələr yenidən hərəkətə düşdü və bir miqdardan sonra yenidən dayandı. Dayandığı zaman yenə hər bir kəs imama doğru diqqət yönəltdi və imam digər bir məsələni buyurdu ki, həmin bu tarixi cümləni dedi ki, Lə iləhə illallahın şərtlərindən də biri bizik. Yəni, bizim imamətimizi qəbul eləməkdir. Burada imamət ön plana çəkildi. Bunun səbəbləri bir çoxdur. Bir səbəbi budur ki, baxın, tarixən İslam cəmiyyətini, müsəlman möminələrin yaşadığı cəmiyyəti zalim hakimlər idarə eləyibdir və o zalim hakimlər də öz qanunlarını irəli sürüblər ki, o qanunlar İslamdan kənardır, insanı dindən uzaqlaşdırır, imanını məhv edir və s. İmam burada qeyd eləyir ki, hər bir cəmiyyətin, müsəlman olsun, qeyri-müsəlman, ədalətli rəhbərə ehtiyacı var ki, bu rəhbər insanları hidayət yoluna tərəf aparsın.
və imam orada bu şeyi vurğulayır ki, elə tövhid anlayışını da insanlara imamımız izah eləyir və imam çatdırır. Demək, keçək mövzuya. Bugünkü dediyimiz kimi qeyd elədik ki, mövzu təharətin hökmləridir, yəni suların hökmləri. Suyun növləri. Su iki qismə bölünür, mütləq su və muzaf su. Yəni, su ya mütləqdir, ya muzafdır. İndi qeyd eləyək ki, mütləq su hansı sudur? Mütləq su o sudur ki, qeyd və şərtsiz ona su deyilsin. Məsələn, adi sular kimi. Deyərlər buna mütləq su. İndi qismlərini də inşallah haqqında ətraflı məlumat verəcəyik. Muzaf su o suya deyərlər ki, yəni qarışıq su. Qarpız suyu olsun, meyvə şirəsi olsun, gülab suyu, palçıqla qarışmış su olsun və s. Qarışıq suya deyərlər muzaf su. Mütləq suyun növlərini çatdıraq ki, mütləq su bildiyiniz kimi pakdır və həm də pak edicidir. Yəni, nəcis bir şeyi paklayır. Bunu qeyd elədik. Mütləq su 5 qismə bölünür. Birinci hissə budur ki, kür suyu. Birinci qism budur, kür suyu. Kür suyu nədir? Kür suyu ona deyərlər ki, eni, uzunluğu və dərinliyi 3 qarış yarım olan, yəni orta bir kəsin qarışı burada əsas götürülür. 3 qarış yarım olan bir dərinlikdə hovuz olsun və yaxud da ki, başqa bir qab olsun. Ağzına qədər dolan su olur kür su. Yəni ki, miqdar bu qədərdir. Və şəriət bu miqdarı 384 litr deyərək qeyd edir. Təqribən 384 litr. Və 3 qarış yarım da təxminən 70 sm. Yəni, eni, uzunluğu və dərinliyi 70 sm olan bir qab düşünək və yaxud da ki, bir hovuz olsun. Ağzına qədər su ilə dolarsa, o su 384 litr olur, təqribən dedik və o su kür suyu adlanır. Nəcis bir şey bu suya düşərsə, məsəl üçün qan. Qan həmin bu kür suyuna tökülərsə, əgər bu suyun rəngini, iyisini və dadı dəyişilməyibsə, o zaman bu su pak hökmündədir, yəni pak kimi qalır. Amma əgər tökülən qan bu suyun rəngini, iyisini, dadını dəyişibsə, o zaman bu su nəcisdir bütünlüklə. Və yaxud digər bir məsələ, əgər nəcis olmayan bir şey bu suyun iyisini, rəngini, dadını dəyişsə, bu su nəcis hesab olunmaz. Amma şəriət bulanıq sudan çəkinmək yaxşı olduğunu bizə çatdırır. Nəcis bir paltar olsun və yaxud da bir əşya olsun. Bu suda yuyulduğu zaman həmin əşya paklanar. Qeyd elədik. Ondan sonra kür miqdarından çox olan suya, məsələn, kür miqdarı biz qeyd elədik 384 litr. Ondan çox olan miqdar 400 litr olsun o suya qan tökülsə və o suyun bir miqdarının rəngi, iyisi, dadı dəyişdi. Amma yerdə qalan hissə görürük ki, təmiz görünür və heç bir ona qatqı olmadı həmin o qandan. O həmin hissə ki var, o əgər 384 litrdən az olarsa, məsələn 300 litr olsun, fərq eləməz. O zaman həmin o hissə də birlikdə bütünlüklə o su nəcis hökmündədir. Yəni murdar olur. Amma əgər o hissə 384 litrdən, yəni pak olan hissə 384 litr və ondan çoxdursa, o zaman həmin o hissə də pakdır. Onunla məsəl üçün dəstəmaz ala bilərik, nəcis bir şeyi paklaya bilərik və s. Yəni o hissə pakdır. Amma dediyimiz kimi o miqdardan az olan hissə, yəni qalıbdırsa, təmiz su kimi 300 litr məsəl üçün orada qalıb təmiz su. O su da yenə nəcis hesab olunacaq. Demək, əgər kür suyunun bir hissəsi donarsa, məsələn 100 litr miqdarında donubdur, qalıb yerdə məsəl üçün 284 litr. Həmin o 284 litr
bir qan düşsə ora, o da bütünlüklə nəcis olacaq və həmin o buzdan da əriyib su olan hissə də onunla qarışacaq və su bütünlüklə nəcisdir. Bir suyun azalıb azalmamasında, məsələn, kür miqdarında olan suyun azalıb və yaxud azalmamağı barədə şəkk eləsək, bu şəkkə etimad eləməyəcəyik və o su kür suyu miqdarındadır. Amma bu suyun az olan, kür suyundan az olan bir suyun bu miqdar qədər, məsəl üçün, artıb, artmamasında ehtimal eləsək, bu zaman ehtimalımıza əməl eləmirik və o su kür suyu hesab olunmaz. Yəni, az su hesab olunar. Kür suyunun miqdarını, yəni bir suyun o miqdara, yəni 384 litr qeyd elədik. O miqdarda olub olmaması bizə iki yolla sübut oluna bilər. Birinci yol budur ki, insanın özü yəqinə çatsın. Məsələn, ölçsün və yaxud da ki, başqa bir nişanələrlə yəqinə çatsın ki, bəli, bu suyun miqdarı 384 litr və yaxud ondan çoxdur. Bu birinci məsələ idi. İkinci sübut budur ki, iki dənə adil şəxs, ədalətli şəxs, yəni sənə bu suyun o miqdarda olduğunu desin. Və yaxud da ki, bir dənə də ola bilər etimadımız olan şəxs. Yəni, onun dediyi söz bizdə aramlıq, yəqinlik yaradır və sözünün əksi güman olunmayan şəxs ola bilər. Və yaxud da həmin o suya rəhbərlik edən kəs desin ki, və o rəhbərlik edən kəs dediyimiz kimi bildirsin, həmin o kəs etimadımız olduğu, ədalətli saydığımız kəs hesab olunsun. Demək, bu qeyd elədik və bu kür suyuydu. İkinci növ az su, qəlil su buna deyərlər. Yəni, qalil su, az su, o suya deyərlər ki, birinci qeyd elədiyimiz kür suyunun miqdarından az olsun. Yəni, 384 litrdən az olan suya deyərlər az su və nə yerdən qaynayacaq və yaxud da ki, axmayan sudur. Həmin bu su nəcis bir şey tökülsə, məsəl üçün qan bu suya tökülsə, bu su bütünlüklə nəcis olacaq. Məsələn, 300 litr su olsun, buna bir damla qan düşsə, o su bütünlüklə nəcis hesab olunacaq. Yəni, bu suyun rəngi, isi, dadının dəyişib-dəyişməməsi fərq eləməz. Ondan sonra nəcis bir əşya, məsəl üçün paltarımız bu su ilə yuyulsa, bu paltar pak olacaq. Amma bu şərtlə ki, sonradan biz o paltarı suyunu sıxaq və qüsalə deyirlər. Yəni, ondan həmin o suyu ayıraq. Və ayrılan o su ki var, paltarı sıxdıq. Ayrılan su nəcis hesab olunur və ehtiyatən o sudan çəkinməliyik. Demək, az su haqqında da qeyd elədik. İnşallah gələn növləri də digər dərslərdə nəzərinizə çatdıracağıq. Allahdan hər birinizə müvəffəqiyyət və zihin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.